Əgər siz də böyük bayıra çıxarkən əlinizlə uşaqlıq yolunu və yaxud da aralıq nahiyəsini basaraq böyük bayıra çıxırsınızsa, demək ki, sizdə rektoseli xəstəliyi var. Diqqətlə bizə qulaq asın. Ən çox yaranma səbəbləri ağır doğum keçirən xəstələrdə və uzun müddət qəbizlikdən əziyyət çəkən xəstələrdə müşahidə olunur. Bu zaman xəstələr söyləyərlər ki, böyük bayıra çıxan zaman uşaqlıq yolunda böyük bir kisə əllərinə dəyir. Şar kimi səsləndirirlər. Həmən kisə düz bağırsağın yuxarı divarının uşaqlıq yolunun arxa divarına tamamilə gevşəyib çıxmasıdır. Bu zaman ağır doğumlar zamanı peritoneotomiya dediyimiz əməliyyat aparılır, aralıq hissə kəsilir. Uşaq xaric olduqdan sonra ya bu tikişlərlə bərpa olunur, ya da xəstələr özünə düzgün qulluq eləmir, bu tikişlər tezliklə yırtılır. Bu zaman düz bağırsaq zamanla uşaqlıq yolunun içərisində dolğunlaşaraq keçir və dışqı hissə gəlir bura torba şəklində dolur və difikasiya aktı zamanı düz bağırsağı zədələyərək çıxır. Bu zaman həmin pasientlərdə rektoseli ilə yanaşı hemoroidal xəstəliklər və ən çox da çat xəstəliyi müşahidə olunur.